Yay, istirahət, məzuniyyət, depressiya yaradıb, depressiya səbəb ola bilirmi? Bəli, səbəb ola bilir. Böyük qrup insan üçün bu sevinc mənbəyi olsa da bu dönəm. Bir qrup insan üçün bu məhz depressiyaya səbəb olan bir dönəmdir. Depressiyanın qayıtdığı və ya yarandığı dönəmdir. Bunun adı mövsümi affektiv pozuntudur. Özünü yüksək qıcıqlılıq, təşviş, tez əsəbləşmə, yuxuya getməkdə sıxıntı və yuxunun keyfiyyətinin pozulması, iştahın azalması, ümumi həvəssizlik kimi göstərir. Və hər yay havaranqızından başlayır, yazın sonu başlayır və payızda havanın soyuyan vaxtı bitir. Əlbəttə ki, əgər müalicə olunmazsa. Əgər özünüzdə və yaxınlarınızda bənzər bir sıxıntılar müşahidə edirsinizsə, həkim psixiatra müraciət edib yardım alın, çünki bu depressiyanın bir növüdür və müalicə tələb edir.